Hamza salam dostlar, necəsiz? Kürt ördəyimiz orada. Çimib deyəndə biraz özünü ıslatım. Özünü təmizləyir, qırılıyır falan filan. Hara gəlirsiniz? Neçə vaxt gözlədiyimiz o xəbər axır ki. Bunlar hamısı var. Nerede bunlar hamısı? Burada toyuqlar yumurtayıb. Buranın açıq səsli ördəyimiz çıxmaq sizi çıxar. Toyuq yumurtamağa girir deyə bura. 3, 6, 9, 13 tane. Ballarımızın hamısı çıxıb. Ay Allah. Bayaqdan canlıdayım, qıçlarım. Allah. Xeyli olsa uzalaram. Can ölərəm elə sizə it yetimçələrinə. Ay Allah bunları, ay Allah. Mamasının tutuşu balalarını bakın size de. Deməli nə rənglər çıxıb? 4 qara, 4 ağ, yoxsa 5 qara? Neyse belə çıxıb baxın. Mamasını Allah qoyaq qırağa. Kanal hapsdaydım ben. Neyse. 9 tane, hələ 9 tane balık çıxdı. Ay bu düşür aşağı. Baxın, bu krasnodarlardır. İndi nə dərəcədə təmiz çıxmanı bilmirəm. Bunlardan təmiz krasnodar çıxma kimi bir şans var. Ya bunlardan zümrüd çıxma kimi. Yerlər belə olur, onu bilmirəm mən dəqiq olaraq. İndi bunlar nə çıxdı, dönmə çıxdı, nə çıxdı bunlar. Atası değil bu erkeğiyle, anası da bu. Atası bu, anası bu. Atası yakından gösterir. Anası da bu. Atası daha qaraydı. Sinəsi ağarıb daha da. Bu ilk gələndə balaca vaxtı daha qaraydı. Yaşı keçdikcə ağarıb biraz. Bunların başa biraz şey deyir, qəhvəyi kimi deyir. Çok şirindiler. Deməli neçə günə çıxdı, bunu deyim sizə. Belə normalde 35 gündür. 40 günə kimi çəkir soyuq havalarda. Amma ki, bunlar neçə günə çıxdı desəz, 33 günə deyək. 33 günün səhəri idi çıxdılar. 33 gün tam çəkmədi. Yani 35 günə qalmaz çıxdı. Mən demişdim zaten ki tez çıxacaq. Çünkü inkişafından falan hərəkətlərini hiss eləmişdim. Toyuğumuz da çıxartmağa başlayır, ama baxın bir çıxartma var yoxsa sındırıb alıblar. Bir baxacaq. Görüm sındırılmışdı sonuncu dəfə. Toyuğun altındakı yumurtalar sınmışdı. Ha, çıxıb balamız. Heç xəbərim yoxdur. Baxın böyle bir şey çıxıb. Serebrisdir böyük ehtimal bu. Mənə indi sürpriz oldu bu arada. Yumurtalara qırılan, çıxan yumurtaları alaq. Başqa çıxan yoxdur yəqin ki. Sındıran var bir dənə. Başqa çıxan var mı? Bilmirəm. Sındıranlar var. Bəs bunun qabığı hanı? Başqa çıxan yoxdur. Qabıq keçib başqa bir tane üstünə. Bir dənə cücə çıxıb elə ki. Sabahda ardı gələr yəqin ki. Bayırdan əssi olur. Neyse. Çok şirinler. Şimdi bunlardan hamısını saxlayaram. Sonra böyüyəndə yəqin bir qismini satarım. Ama krasnodarların hamısını saxlamaq istəyirəm. Sizə bir sualım. Ördəkdən başa çıxan, ördək saxlayanlar
Tək bunlardan saxlayacağam. Baxacağam çox qara olan, bir də çox qəhvəyi olan. Qəhvələri bəlkə hamısını saxlaya bilmərəm. Onu yalan deyirəm. Amma ki çox qəhvəyi olandan çox qara olanı saxlayacağam. İnşallah. Sizə sualım var. Bunlar içində təmiz zümrüd və təmiz krasnodar var. Belə baxın heyvanlara. Bir baxın görün. Fikirləşən ki, gördü ağ nə idi? Qocalıb, ona görə başı ağarıb. Çünki başqa heç bir yerində ağlıq yoxdur. Bir də qanadın qırağında o da ki olur. Yəni normaldır ki olur. Baxın, o qanadın görürsüdə o hissəsində normaldır ki orada olur. Təmiz krasnodar olduğunu düşünürəm bunun. Sadəcə yaşlı ördəkdir. Və çıxan balalar yarı-yarıya çıxıb deyək də. 4'ü qəhvəyi, 5'i zümrüdü, yəni qara rəng. Zümrüdü elə deyə bilmərəm, yalan deyərəm. Yalancı çıxaram. Bunlarda səsli ördəklərimiz 6 dənə bala var. 7 dənə idi təbii ki. Niyə 6 dənə qaldı? Çünki öz yumurtasından çıxan balanı anası yedi. Elə bir ki, bura gətirdim. Həmin gün idi, nə idi? O gün axşam falan yedi. Axşam gördüm ki, başı qandı. Dedim, yəqin nə bilim nə olsa öz-özünə qanlayır falan fikirləşdim. Dedim, yəqin qulağı falan qanlayır. Belə səbəbini tutarmadım. Sonra səhərsi gün gəldim, gördüm ki, yoxdur bala. Dedim, yəqin ölü falan da. Sonra ölüsünü də tapa bilmədim. Sonra anasının ağzına açıb baxdım ki, dedim, bəlkə yiyib, gördüm ağzı qandı, bildim ki, yiyib. Bunları deməli şəkər yemi verirəm. Şəkər yemin də markası yoxdur deyə bilmirəm ki, sizə nədir, nə deyil. Ördük gəldi yenə bura. Balaları aşağıda deyək. İndi bu çıxan balaları da inşallah ki, o səslərin yanına buraxacağım. Analar inşallah ki, yola gedərlər. Təbii ki, bugün yox, sabah buraxacağım ora. Bugün qoy qalasınlar anasının altında. Qəşəng balalarımız çıxıb. Çox qəşəng balalardır. Bir neçə günə Lalın yumurtalarını yoxlayacağım. Sonra səslinin yumurtaları, ay bir dənə yumurtada sındırır bu yumurtaları, amma buna baş qoşmuram. Özünə istir eləyər, istiriz yumurta qalmasının altında, özü bilir. Nəsə yumurtası qalıb. 1, 2, 3, 4, 5 dənə. 5 dənə nəsə yumurtası qalıb. 9 dənə yumurtamışdı. Ona baş qoşmuram. Neçəsini sındırır, neçəsini çıxartır, özü bilər. Heç çıxartmasın da. Yəni başım boş bırakmışam. Ay ballar çıxdı aşağı. Bir çıxıb baxım. Əslən olmadı. Yaxşılar atlamadı üstünə. Belə xeyirli olsun zalaram. Ömrümün ilk dəfə Lalördə bala çıxımına şahid oldum. Və səhərsə canlıya gələnlər gördü. Canlı doğum anların neçəsi əlimdə doğuldu. Sındırmışlar tam. Sadəcə qapaq kimi açdım yumurtanı. Bir də ki kürt olma ördəyimizdir. Bir də ki özləri ayaqları ilə güc verib çıxdılar. Belə. Toyuqlarımız da yumurtası yaxşıdır, yumurtamağa başlayıblar. Məsələn, yumurtaya başlayan fərələrimiz var. Baxın, biri odur. Türkənin yanında olan sarı fərədir, məsələn. O başlayıb yumurtaya, məsələn. Sonra biri budur. Baxın, bu fərə. Bunun yaşı çox idi, amma ki, yumurtamırdı. Yumurtaya başlayıb bir neçə gündür. Bir də ki, bilirsiniz də, hani o lider 55 fərəmiz deyir oradakı. Baxın. Bir də o başlayıb 3'ü. Bir həftə ərzində 3 dənəsi başladı yumurtaya fərələrimizdən. Belə. Toyuqlarımızdan kürt olma ehtimalı var, ola bilər. Var deməyim, ola bilər. Kürt olma ehtimalı. Bu ola bilər. Bəzən kürt səsi çıxartır. Ola bilər. Neysə belə, dostlar, sağ olun. Salamat qalın, özünüzə yaxşı baxın. Hələlik xeyirli olsunuzu alaram. İzləyənlər abunə olaq, zəhmət olmasa takip abunə olub və videonu bəyənək bir zəhmət. Çox sevinərəm. Videolarımızda elə kənd həyatı, heyvandarlıqla bağlı olur elə. Həmçinin canlılarımızda.
bu qədər. Sağ olun. Salamat qalın. Özünüzə yaxşı baxın. Gələn videolarda inşallah görüşmək ümidi ilə. Görüşərik. Hələlik.